لكن نبي نتخيل أن الناس بيرضون عنا جميعا، لا، ارفع رأسك وقل أنا سلفي، ما في شيء. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. İnşallah Kitab-ı Salah, namaz kitabının axırına yetişmişik. Allah'ın izniyle çalışacağız, bu dərsi qutaraq. Qutaranmasaq da gələn dərs inşallah qutarırıq. 102-ci bab buyurur: Bəbu istiqbali raculi sahibəhu və huve ev gayrahu fi salatihi və huve yusalli. Bir nəfərin, kişinin namaz qılarkən yəni başqası yoldaşına, başqasına və yaxud üz tərəf namaz qılmaq, üzünə tərəf. İstiqbal yəni üzbəüz namaz qılmaq, kiminsə üzünə tərəf namaz qılmağı. Və sonra İmam Buxari Osmanın əsərini gətirir. Və kərihə Osmanu ən yustaqbələr-raculu və huve yusalli və innəmə hədə izə iştəğalə bih. Buyurur ki, Osman kərih bəyənməyib, namaz qıldığı vaxtı kiməsə üzünə namaz qılmaq, üz tərəfinə, üzbəüz kiməsə namaz qılmaq və sonra İmam Buxari öz sözünü gətirir ki, və innəmə hədə izə iştəğalə bih. Bu kərihə, yəni bəyənməmək, məkruh nə vaxt olur? İmam Buxari özündən təfsir verir. Deyir ki, əgər o onun fikrini qatışdırarsa, yəni onun huşusunu pozarsa, ona manisilik törədərsə. Fəəmmə idə ləm yəstəğil, sonra İmam Buxari sözünü davam edir, buyurur ki, amma əgər o onu məşğul etmirsə, onun fikrini yayındırmırsa, qalə Zeyd ibn Səbit, sonra Zeyd ibn Səbitdən rivayət gətirir, mə bəleytu innər-rəculə lə yəqtəu salətə ər-rəculu. Yəni deyir, mən, yəni ona bəleyt, yəni buna məhəl qoymuram, çünki bir kişi başqa kişinin namazını pozmaz. Yəni sanki İmam Buxari iki dənə bu bir-birinə zid rəvayətləri gətirir və özünə cəm edir. Cəm yolda nədir? Deyir, əgər səni yayındırmırsa, olar. Yayındırırsa, olmaz. Və bu bab açmaqla sütrə məsələlərini qutarandan sonra İmam Buxari yəni namazı pozan, yəni kişinin namazını nə pozur, onlardan danışır bu məsələlərdən, yəni namaz önündən keçənlərdən və s. Osmanın əsərini və Zeyd ibn Səbit'in əsərini, hər ikisini İmam Buxari yəni məczum muallaq gətirir. Məczum muallaq nədir? Yəni siğatu təshih ilə gətirib, yəni ki, qəti sözlə, yəni belə deyib, yəni ki, səhih görür. Lakin alimlər deyir ki, bunların hər iki əsərin heç birinin əslini biz deyir tapmamışıq. Yalnız İbn Həcər qeyd edir ki, bu əsər oxşar əsər, Osmandan olan oxşar əsər, İbn Ömərdən də eynisi var. Deyir, Allah alim, ola bilər ki, burada nüsxada səhv olub, Osman yox, İbn Ömər olub. İbn Ömərin əsəridir və diqqət etsəz, yəni bu da əhl-i sünnənin, ümumiyyətlə hədis elminin nə qədər belə çox diqqətli, inkişaf etdiyini göstərir ki, hər bir vergül, hər bir nöqtə, hər bir kəlam, yəni dibinə qədər axtarılıb, araşdırılır və kimsə əlavə nəsə şey soxmaq istəsə bundan sonra o da mümkün deyil. Bu da Allah Taala'nın əhl-i sünni olan nemətlərindən. Necə İbn Abbas deyir ki, isnad dindəndir, isnad olmasaydı kim nə istəsə onu edərdi. Dində yəni kim nə istəsə edərdi. Və bu göstərdiyimiz əsərlər ikisi də İmam Buxarinin bu iki əsəri bizə cəm fiqhini göstərir, neyini cəm edir. Cəm edir. Sonra onun təfsili inşallah gələcək. 511-ci hədis buyurur: Həddəth İsmail ibn Xalil, qala həddəthən Ali ibn Mushir, anil A'maş, an Muslim yəni ibn Subeyh. An Məsruq, an Ayşə. Məsruq Ayşədən radiyallahu anhə rivayət edir ki, ənəhu zukira indəhə mə yəqtəus salətə, fəqalu yəqtəhəl kəlbu vəl-himaru vəl-mər'a. Ayşə radiyallahu anhə yanında zikr olunur ki, namazı pozan nədir? Deyirlər ki, it, uzunqulaq və qadın namazı pozur. Qalət ləqəd cəaltumuna kilabən. Sizdir bizi it yerinə qoydunuz. Onları inkar edir. Ləqəd rəeytun nəbi sallallahu aleyhi və səlləm yusalli və inni lə beynəhu beynə qiblə. Mən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin namaz qıldığını gördüm. Yəni mən, halbuki necə halda namaz qıldığını, mən onunla qibləsi arasında idim. Yəni üzüb Ayşə radiyallahu anh tərəf namaz qılıb. Və ənə muttəcəətun alə sərir. Və mən deyir, yataqda uzanmış vəziyyətdə idim. Fətəqunu li əl-həcə. Və bəzən olur ki, ehtiyacım olur, yəni çıxmaq istəyirdim. Fə əkrahu ən yəstəqbiləhu fənsəllu insilələn. Və onun üzbəüz durmaqdan, yəni üzbəüz gəlməkdən çəkindiyim üçün namaz vaxtı sürüşüb, yəni elə sakitcə böyürdən neyindim? Çıxırdım. Yəni üzbəüz durmurdu, sürüşüb yataqdan beləsinə çıxırdı, eninə tərəf. İmam Buxari bu hədisdə onu götürüb ki, əgər namaz qılan kimsə
önündə namaz qılırsa, biz keçən bablarda bunu qeyd etdik, bu onun namazını pozmur. Bu onun namazını pozmur. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bunu etmişdir. Amma İmam Buxari əlavə buna dəlil olaraq nə gətirib gördüyünüz kimi müstəqbil sözünü qoyub. Əmamə yox, qabağında müstəqbil. Müstəqbil nədir? Üzbəüz. Alimlər qeyd edirlər ki, İmam Buxari burada tərcümədə xətaya yol verib, yəni adı. Çünki burada hədisin rivayətlərində və hədisin özündə zahir deyil ki, Ayşə radiyallahu anhə üzbəüz idi Peyğəmbər sallallahu əleyhi və səlləm. Bəli, önündə idi, amma çox güman ki, üzü qibləyə tərəf uzanmışdı, yəni arxası Peyğəmbər sallallahu əleyhi və səlləmə və yaxud böyrü üstə. Xüsusən də hədisin sonunda İmam Ayşə nə deyir? Radiyallahu anh dedi ki, mən onunla üzbəüz gəlməkdən çəkindim ona görə. Yəni bu hədis əslən əksinə bunu göstərir ki, Ayşə radiyallahu anh Peyğəmbər sallallahu əleyhi və səlləm namaz qıldığı halda onun üzbəüz gəlməyi məkruh kərih tək bəyənməyib. Və alimlər burada İmam Buxarinin xəta etdiyini qeyd edirlər. Necə ki İmam İbn el-Munir bunu və İbn Rəcəb başqaları bunu qeyd ediblər. Və İbn Rüşd həmçinin. Və Hafid ibn Həcər də bu məsələ ilə razılaşıb. Və əkrahun yəstəqbiləhu, mən onunla üzbəüz gəlməkdən çəkindim, məkruh gördüm, rəy sözüdür. Onu göstərir ki, İbn Rəcəb deyir ki, və hədə yədullu alə ənəhə kənət tə'ləm ənə Nəbi sallallahu əleyhi və səlləm kənə yəkrahu ən yəstəqbiləhu əhəd bi vəchihi və huve yusalli. Ayşə radiyallahu anh deyir, bunu bilirdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm kiminsə üzbəüz namaz qılmağı bəyənmir, ona görə o sözü işlədib. Yəni bu əksinə dəlildir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bunu bəyənməyib. Səhabələr bunu bəyənməyiblər, çəkiniblər. Və necə Ömər ibn Xattabdan İbn Munzir rivayet edir ki, o bir kişini onun üzbəüz bir kişi oturmuş kişi üzbəüz namaz qıldığını görür və deyir ki, üzbəüz onunla namaz qılırsan, sanki onu inkar edir. Üzbəüz onunla namaz qılırsan, sanki onu inkar edir. Bu Ömər ibn Xattabdır. Həmçinin İbn Ömərdən gəlib ki, əgər o, yəni məscidin sütunlarından bir sütun tapmasaydı, nə edirdi? Nəfiyə deyirdi ki, öz məvləsinə deyirdi ki, arxanı çevir, sənə tərəf namaz qılın. Yəni arxanı çevir nə deməkdir? Yəni o da üzbəüz etməyi xoşlamayıb. Üzbəüz etməyi xoşlamayıb. Yəni bu əsərlər hamısı nəyə göstərir? Onlar heç biri üzbəüz gəlməkdən çəkiniblər. Səhabələr hamısı heç biri üzbəüz gəlmiş, kimləsə üzbəüz namaz qılmaq istəməyib, bəyənməyiblər. Və Allah alim, yəni daha səhih odur ki, üzbəüz kiməsə namaz qılmaq məkruhdur. Və İmam Buxarinin dediyi kimi o istidlali də yerində deyil, rahiməhullah. Həmçinin bu alimlərdən, yəni Əhməddən və başqalarından, yəni bu məkruh rəyi rivayət olunur. Bəzi alimlər bunu nəyə görə illəsini deyiblər ki, təşəbbuh bi ibadəti məxluqin. Yəni məxluqları ibadətə oxşamaq kimi. Sanki bir şəklin önündə ibadət kimi, güzgünün önündə ibadət kimi. Bu da onu oxşadıblar. O cəhətdən deyiblər ki, bunun səbəbi budur. Çünki bir insanın qabağında o sənə baxdığı səcdə etdiyin zaman, yəni qıraqdan yəni xoş mənzərə deyil, göstərir ki, sanki onu səcdə etmiş kimi sayılır. Onu səcdə etmir əlbəttə. Yəni zahirən elə oxşadığı üçün bunu şəriət bəyənməyib. Bunu şəriət bəyənməyib. Və alimlər qeyd ediblər ki, və bunun fərqi yoxdur, o insan ondan məşğul etsin, məşğul etməsin. Yəni bunun surətin zahiri özü bəyənilmir. Fərqi yoxdur, insanın diqqətini yayındırsın, diqqətini və yaxud da diqqətini yayındırmasın. Və həmçinin buna dəlil olaraq gətirmək olar ki, Peyğəmbər sallallahu əleyhi və səlləm namaz qılanına, danışan insana tərəf namaz qılmağı qadağan edib. Bu da nəyə görə? Onu yəni yayındıracağına görə və danışan insan da üzbəüz insan, yəni üzbəüz də ona oxşar bir haldır. Ona görə alimlər bunun illəsini gətiriblər ki, bu səbəblərdən bəyənilməyib. Necə qeyd etdik, Ömər ibn Xattab, İbn Ömər, Ayşə və başqaları. Sonra İmam Buxari açır növbəti bab, Bəbus salati xalfən naim. Yatanın arxasında namaz qılan və 512-ci hədis buyurur, Həddətən Musaddəd, qalə həddətən Yahya, qalə həddətən Hişam, qalə həddətən Əbi. Hişam ən Əbi, şimdi Urbat ibn Zübeyir. Ən Ayşətə. Qalət, Ayşə radiyallahu anhdan yenə rivayət gəlir. Kən Nəbi sallallahu aleyhi və səlləm yusalli və ənə raqidətun mu'təridatun alə firashihi. Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qıldığı vaxtı mən onun önündə eninə yataqda uzanmış halda idim. Fəidə əradən yutirə əyqadəni fəutart. Və vitri qılmaq istəyəndə məni oyadardı, mən də vitri qılardım, yəni gecənin sonunda. Bu yuxarıdakı hədisin başqa rivayətidir. Yəni burada İmam Buxari açıq aydındır, yəni yatan insanın arxasında namaz qılmağın icazəli olmağını bəyan edir bu dəlillə.
Və bu hədis dəlil də yerindədir. Hədis, yəni bu dediyi rəyə dəlildir. Və fərqi yoxdur. Yatan kişi olsun, qadın olsun. Çünki ən-nisə şəqaiqur rical. Şəriət məsələlərində qadınlar kişilərin qardaşlarıdır. Əgər xüsusi bir dəlil yoxdursa. Fərqi yoxdur. Bu qadın olsun və yaxud kişi olsun. Bəzi alimlər bunu bəyənməyiblər. Nəyə görə? Yatan insandan müəyyən hərəkətlər ola bilsin ki, yəni namaz qılan insanın fikrini yayındıracaq deyə və yaxud güldürəcək deyə. Hər bir yatan insan özündə olmur axı. Hər bir nəsə ola bilər ki, o insanın namazdan yayındırsın. Və İmam Məlik hətta deyib ki, "Ya la yusalli ilen-naim illa an yakuna dunahu sutra." Yəni sütrə olmasa, sütrəsiz yatan insana qarşı namaz qılmağı ümumiyyətlə icazəli görməyib və bu tabiinlərdən Davusun rəyidir. Mücahiddən rivayət olunub deyib ki, oturan insana tərəf namaz qılmağın mənim üçün uzanan insan, yatan insana tərəf namaz qılmağından daha xoşdur. Amma necə İbn Battal deyir ki, "Vel qawlu qawlu men acaza lis-sunnati acaza zalika lis-sunnati sabit an-nabi sallallahu əleyhi və səlləm." Amma bu məsələdə səhih söz kimin sözüdür? Peyğəmbər sallallahu əleyhi və səlləm sabit olan sünnədir. Yəni qılıb Ayşə radiyallahu arxasında yatdığı vaxt demək sünnə sabitdir. Bəli, ola bilsin müəyyən hallarda bəyənilməsin, illələr düzdür. Lakin, yəni bunu alimlər izah edirlər ki, ola bilsin ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yeri dar olub, yəni başqa məkan tapmadığı üçün, xüsusilə başqa rivayətlərdə ki, ayağım yer olmurdu, ayağımı yəni cimdikləyirdi, ayağımı çəkirdim. Görsən ki, yer dar olub. Yəni əgər belə bir yəni ehtiyac yaranarsa, bunu etmək olar. Amma əgər imkan varsa, əlbəttə bunu etməmək daha yaxşıdır. Dediyimiz kimi namaz qılan yatan insandan yəni nəsə hərəkətlər ola bilər, o insanın namazdan yayındırmasın deyə. Şeyx Albani İrvada Həssən dediyi bir hədis var Əbu Hüreyrədən. Deyir ki, "Nuhitu an usalli xalfal muhaddisin və niyyam." Mən deyir namaz qılanları, danışanların, söhbət edənlərin və yatanların arxasında namaz qılmağı mənə qadağan olundu. Və nəhy gəlib, qadağan olundu. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bunu edib. Demək ki, nə olur? Peyğəmbər sallallahu əleyhi və səlləm feili o qadağanı haramdan məkruha salır. Və bu da qeyd etdiyimiz, yuxarıdakı qeyd etdiyimiz rəyə müvafiqdir. Yəni məkruhdur. Əgər ehtiyac, yəni zərurət və ya ehtiyac yoxdursa bunu etməmək daha yaxşıdır. Yoxsa Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə radiyallahu anh ki, arxasında namaz qılıb və bunu da alimlər yəni bunu yerin darlığına təvil ediblər, darlığına yozublar. Abdullah ibn Abbasdan rivayət olunmuş Peyğəmbər sallallahu əleyhi və səlləm deyir: "La tusallu xalfan naim və la mutahaddis." Yəni bu da yenə həmçinin oxşar rivayətdir İbn Abbasdan, lakin bu zəifdir. Qeyd etdiyimiz ki, alimlərin bir qismi onu qadağa ediblər, Əhməd, İshaq və başqaları, həmçinin Həmbəlilərdən dediyimiz illəyə görə. Bəzi alimlər nafiləni ayırıblar, çünki bu hədisi Peyğəmbər sallallahu əleyhi və səlləm nafilədə qılıb, yəni söhbət gecə namazından gedirdi, amma fərzi Peyğəmbər sallallahu əleyhi və səlləm məsciddə qılıb. Deyiblər ona görə qadağa var və hərəkət var. Demək ki, qadağanı fərzə aid ediblər. Bunu, yəni icazəni nafiləyə aid ediblər. Allah aləm hər iki halda, yəni mümkün qədər çəkinmək daha yaxşıdır. O ki qaldı namaz danışanın arxasında namaz qılmaq, bu da qeyd etdiyimiz kimi qadağandır və sünnəyə müxalifdir və alimlərin çoxu da bu rəydədir. Çünki bu halda insanın məşğul olmağı, yəni söhbət danışan insanın arxasında namaz qılmaqdan gedir. Yəni insanı məşğul etməyə diqqətin yaymağı, yəni mühaqqaqdır ki, bu olacaqdır. Dəlillərdən Əbu İshaq Ma'd bin Yakrib qala İbn Məsud. İbn Məsuddan rivayət edir ki, İbn Məsud demişdir: "La tasuffu beynəs-səvari və la ta'tammu bil-qawmi və hum yetəhəddəsun." Deyir ki, sütunların arasında səhv tutmayın və danışan qövmün arxasında da namaz qılmayın. Yəni onları özünüzə sütrə götürməyin. Həmçinin buna qiyas etmək olar, qadağalar gəlir məsəl üçün namazı qılarkən, namaz qılanın fikrini yayındıracaq bütün şeylərin arxasında namaz qılmaqdan çəkinməkdən. Yəni şəkil olsun, bəzəkli bir şeylər olsun, qeyd etdiyim kimi bura xalçaların bəzəkli olması da bura girir. Hətta sütrənin özündə nəqşlərlə, nələrlə, məscidin sütrələri, məscidin sütunları həmçinin
Yəni mümkün qədər bunlardan çəkinmək lazımdır. Çünki illəyinidir. Nədir? Bunlar insanın xuşusuna manidir. Bəli, Peyğəmbər sallallahu əleyhi və səlləm Atbanın evində namaz qılarkən insanlar danışırdılar. Yəni bir qövm danışırdılar. Hətta namaz qılanla danışmağın da icazəli olduğunu biz demişdik. Amma namaz qılanla bu ehtiyac babındandır. Plus ümumiyyətlə namaz qılanla olan bir yerdə danışmaq, danışanların da olduğu yerdə namaz qılmaq başqa. Sən namaz qılırsan, orada kimsə söhbət edir. Bu isə namaz qılan insana tərəfindən danışan insana tərəf namaz qılmaq isə daha şiddətlidir. Daha şiddətlidir. İbn Ömərdən rivayət edilir ki, "La yusalli xalfa raculin la yusalli illa yevmul cum'a." Deyir ki, namaz qılmayan insanın arxasında namaz qılmaz, sütrə götürməzdi, ancaq cümə günü istisna. Cümə günü nəyə görə? Çünki sıxlıq olur, yer olmur, o cəhətdə. Amma belə insan namaz qılırsa, onu sütrə kimi götürürdü. Namaz qılmırdısa, sütrə kimi götürmürdü, çünki ehtiyat edir ki, danışar, fikrini yayındırar. Səid ibn Cübeyr deyir ki, əgər Allahın zikri ilə məşğuldurlarsa, problem yoxdur. Başqa söhbət edirlərsə, onların arxasında namaz qılma. İbn Mundir deyir ki, elm əhli danışan insanların arxasında namaz qılmağı haqqında ixtilaf ediblər. Və böyük tayfə bunu məkruh görüb. Necə Əhməd, Əbu Thawr və başqaları, Şəfi. İmam Zuhri buna icazə verib və küfilərin bəzilərindən, rəy əhlindən bəzilərindən. Lakin dediyimiz kimi bu ixtilafın yəni hökmü ola bilər ki, onlara dəlil çatmayıb, amma əgər sabit sünnə Peyğəmbər sallallahu əleyhi və səlləm rivayət olursa, bu ixtilaf nədir? Artıq bizə ziyan verməz.